Bugün İsveçrədən qoşulan onlayn tələbəmiz canlı şəkildə bizə qonaq gələcək. Salam. Xoş gəldiniz. Necəsiz? Yaxşı olasınız. Buyurun xanım, siz kimsiniz? Mən maraqlı insanım. 15 il Azərbaycanda yaşamırsınız və Azərbaycan dilini unutmamışsınız. Bunu necə eləmişsiniz? Çünki ölkəmizdə yaşayan insanlar var ki, onlar Azərbaycan dilində sizi qədər yaxşı danışa bilmirlər. Sözün düzü mən istəyərdim ki, ailəmizdə Azərbaycanca danışaq hər gün, amma belə gəldi ki, uşağıma baxan qadın Ukraynalı idi. Biz rusca danışmaq, ona hörmət qoyaraq elə bil ki, rusca danışmışıq. Amma mən uşaqlarla çalışıram hər dəfə biz harasa səyahət vaxtı, yəni ki, harasa çıxanda mən çalışıram uşaqlarla Azərbaycanca danışım. Onlar hətta məni pis başa düşsələr, sual verirlər.